Which statements are true according to the passage? Mətnə görə hansı cümlələr doğrudur? Birinci cümləmizdə qeyd olunur. Dr. Miller's family didn't possess any animal. Həkim Miller'ın ailəsi heç bir heyvana sahiblik etmirdi. Məlumat yanlışdır, çünki onun ailəsi qeyd olunduğu kimi fermada çalışıb bir çox heyvanları böyüdürdü. Because of the challenges in his work, Dr. Miller finds it very boring. İşinin çətinliklərinə görə həkim Miller ona çox darıxdırıcı hesab edir. Mətnimizin sonunda qeyd olunurdu ki, baxmayaraq ki, iş çətindir, o onu çox təqdirə layiq qeyd edirdi ki, yəni hesab olunur. Ona görə ikinci cümlədə yanlışdır. Abandoned animals can also receive treatment in Dr. Miller's hospital. Tərk edilmiş heyvanlar həkim Miller'ın xəstəxanasında müalicə ala bilirdi. Üçüncü cümlə mətnə görə doğru götürülür, çünki o klinika olaraq tərk edilmiş heyvanlara da sığınacaq kimi köməklik göstərirdi. Nutrition, hygiene and medical attention are very essential for the animals. Qidalanma, gigiyena və tibbi diqqət heyvanlar üçün çox vacibdir. Dördüncü cümlədə mətnə görə doğru hesab olunur. Çünki qeyd olunduğu kimi o fermada olduğu müddətdə başa düşmüşdü ki, xüsusi qidalanma, gigiyena və onların sağlamlığı üçün olan tibbi qayğı vacibdir. Və qeyd olunan mətnə görə məlumatlara əsasən 3-4-cü cümlələr düzgün götürülür.